bugünkü qonağımız aslanlarım deyəndə bir çoxunuzun da ağlına gələcək o gülərüz xanım. İsim məhz Günel Əkbərdir. Məktəbə qədər təhsilin dönəmini digər bütün dönəmlərdən daha üstün tutmalıyıq. Ən aktual suallardan birinə keçmək istəyirəm hal-hazırda. 6 yaş yoxsa 7 yaş? Bütün valideynlər düşündürür. Ümumiyyətlə, hər uşağın inkişafı fərdidir. Biz burada gecikmə, ilərləmə kimi terminlərdən, sözlərdən istifadə edərək uşaqlarımızı bir çərçivənin içinə salırıq. Məsələn, uşağı sinifə gətirmisən, ilk addımlarıdır, ilk sinifdir, uşaq arxanca ağlayır, ana getmə məni də apar deyir. Əgər emosional olaraq uşağın sizdən ayrıla bildiyini görürsünüzsə, siz uşağın yanındasınız, uşaq dostları ilə oynaya bilirsə, bu məktəbə hazırdır. Valideynlər narahat olurlar dərs sisteminin ağırlığından, təhsil sisteminin ağırlığından, dərs yükündən narahat olurlar ki, mənim uşağım nə qədər əziləcək ya əzilməyəcək. Siz valideyn olaraq onun yanındasınızsa, arxasındasınızsa, problem yoxdur. O uşaq onun öhdəsindən gələcək. Məktəb yaşı başladı, yığışdır oyun oyuncağı, daha böyümüsən, dərslər eləmək lazımdır. Bunu ağlımın heç bir yerinə sığışdıra bilmirəm ki, niyə bunu eləyirik? Zamanında o özünə mühit seçə bilsəydi, seçmə üsulu ilə səhv eləyə bunu öyrənsəydi, 18 yaşında səhv mühit seçməzdi. Mən istəyirəm ki, biz valideyn olaraq və müəllim olaraq sağlam şəxsiyyətlər ona görə yetişdirək ki, sabah bir gün biz onların yanında olmasaq da, onlar hər bir zərbəyə dözümlü olsunlar.